əməkdaşlıq üçün çox ciddi baza sayılar. Mən bunu təqdir eləyirəm. Həm Macarıstan hökumətinin, dünən biz görüşdük, parlamentin vitse-spikerinə, həm Azərbaycan tərəfdən qeyri-hökumət təşkilatlarına, o cümlədən Azərbaycan və türk dilli ölkələrin əməkdaşlıq mərkəzində təşəkkür edirəm ki, belə bir tədbirin keçirilməsinə yardımcı olubdular. Bütövlükdə mədəniyyətlər arası dialoq üçün, etnosarası dialoq üçün və gələcəkdə böyük bir Turan mədəniyyət mərkəzi, ən azından mədəniyyət birliyi olaraqdan inkişaf üçün bu tədbir əhəmiyyətlidir. Mən hamını həm təbrik edirəm, həm də bu cür addımları davam etdirməyə tərəfdar olduğunu bildirirəm. Kurultaya Türk Dünyası Araştırmaları Vakfı olarak katıldık. Bildiğiniz gibi Türk Dünyası Araştırmaları Vakfı, rahmetli Profesör Doktor Turan Yazgan hocamızın kurduğu bir vakıf. 1980 yılında kuruldu. 30 senedir bizzat başında bulunarak yürüttü Turan hocamız ve vefatından sonra son 2 senedir ben bu bayrağı devraldım. Türk Dünyası kavramını Türkiye'de, Türk coğrafyasında Turan Yazgan hocamız oturtmuştur ve Turan Birliği ilkesinde çok önemli adımlar atmıştır. Bunu herkes kabul eder ve yani yadsınamaz bir gerçek. Burada da Macaristan Turan Vakfı'nın düzenlediği bir kurultaya vakıf olarak iştirak ettik. Kalabalık bir heyet, şarkıcı ve sanatçı gruplarımızda iştirak ettik. Amacımız aynı, Turan Birliği, Turan ülküsü, Türk halklarının birbiriyle kaynaşması, dostluklarını pekiştirmesi. Macaristanda keçirilən bu qurultayda dünyanın 30'dan çox türk soylu, türk kökənli insanların bir festivalı olaraq toparlaşıblar bura. Bura hesab edirəm ki, Azərbaycan öz mədəniyyətini tanıtmaq üçün də çox böyük vasitə ola bilər və öz mədəniyyətimizi, öz tariximizi bu ortaq qardaşlıqla bir yerdə təqdim edə bilərik. Macaristan, Azərbaycan arasında hökumətlər arası qarşılıqlı olaraq əlaqələr mövcuddur. Macaristanın çox böyük turizm potensialı var, Macaristanın kənd təsərrüfatı potensialı var və eyni zamanda Macaristan artıq bu qurultayla, 5-ci dəfə keçirdiyi bu qurultayla həm də təsdiq eləyir ki, biz dost qardaş ölkə olmaqla bağlı, həm də eyni soy, eyni kökə bağlı olan bir ölkələrik və ortaq hədəflərimiz olmalıdır. Bu ortaq hədəflərin bir qismini artıq Macaristan parlamentindəki çıxışında yüksək səviyyədə səsləndirdilər. Bu da nə idi? Azərbaycanın maraqlarında olan bir məsələ idi ki, onlar Dağlıq Qarabağ məsələsini bütün türk soylu xalqlara bir daha vurğulayaraq yüksək kürsüdən bildirdilər ki, Dağlıq Qarabağın işğal altında olmağını heç vaxt unutmamalıyıq. Qarabağın musiqiləri var, Dağlıq Qarabağın xalçaçılığı var, Dağlıq Qarabağın gözəl atları var ki, hansı ki burada bax elə bu festivalın ən böyük hissələrindən biri at üzərində qurulub. Hesab edirəm ki, biz həmin atlarımızı özünü bura çıxarmaqla onların artıq nəslinin tükənməkdə olduğunu, çünki o coğrafi baxımdan artıq işğal altında olduğuna görə o atlar həmin yerdə yaşaya bilmirlər və onlar getdikcə degradasiya uğrayıb ortadan çıxa bilərlər. Macaristan da bütün türk xalqları kimi eyni taleyi yaşamalı olub. Androş Biro da oradan xatırlatdı ki, biz eyni qədəri, eyni taleyi paylaşan xalqlar. Çünki Macaristan da necə ki Azərbaycan torpaqları bir neçə zaman bir neçə yerlərə bölünüb və bu gün də torpaqlarının demək olar ki 20% Qarabağda işğal altındadır. Eləcə Macaristanın böyük bir qismi Sovetlər dönəmində məhz türk soylu olduqları üçün problem yaşamalı olur və bu gün Macaristan torpaqları da bir qismi öz ərazilərində deyil. Macaristan bizə doğru bir addım atır. Bütün türk xalqlarına doğru bir addım atır. Hesab edirəm ki, biz onlara doğru daha böyük addımlarla irəliləməliyik. Çünki Avropada təmsil olmaq, Azərbaycanı tanıtmaq, Azərbaycan mədəniyyətini tanıtmaq bizim üçün daha çox vacibdir. Macar Turan Vəkfinin
təşkil etdiyi belə bir möhtəşəm qurultay doğrudan da insana qürur verir. Yəni Türk olduğumdan qürur duyuram. Bütün Türk kökənli xalqların bura yığılması, hamısının bir-birini tanıması və ən əsası bir-birlərini gördükləri zaman bir-birlərinin dillərini bilməsələr belə, bir-birlərini gördüklərində üzlərinə gülmələri belə insanın içini açır, fərəhləndirir, qürur verir. Və ümid eləyirəm belə möhtəşəm tədbirlər çox keçiriləcək. Mən inanıram ki, bu tədbir bundan da daha geniş bir şəkildə bizim Qarabağımızda keçiriləcək və bütün Türk bayraqlarını, Türk kökənli xalqların bayraqlarını hamısını bir yerə sancacaq və Qarabağın alınmasını qeyd eləyəcək mütləq. Günaydın Azerbaycan arkadaşlar. Kurultayga hoş gelipsizler. Madiyarlarga kurultay жаңа тарихын тану, шынайы тарихын тану кезеңнен бастап ең үлкен мереке. Бүкіл дүниежүзілік турандық халықтарды 150 миллиондық халықтары біріктіретін аса үлкен танымалы Еуропадағы ең үлкен мереке. Мадиярлардың өздерінің партнерларын ғана емес, шынайы туыстарын табу, оны генетикалық, тарихи деректерге сүйеніп, біздің достығымызды ғана емес, туыстығымызды дәлелдеу осы Мадияр Туран фонының арқасында жүзеге асты. Təqdir olunası o qədər nəsnələrlə rastlaşdıq ki, Atilla'nın vətənində. Ən başlıcası yaddaşdır. Qan yaddaşını beləcə nəsildən nəsilə ötürməkdir. Dost qapılarını dünyaya açaraq ləyaqətli kimliyini mədəniyyətinlə hər kəsə sərgiləməkdir. O da ola qardaşlarınla birlikdə. Bu əvəzsiz səadəti bizlərə də yaşadanlara xoş niyyətlərimizlə qarşıdakı proqramlarımızda yenə Macaristandan təqdim edəcəyik Turanı.